Hər kəsə salam. Bu gün biz to be feilinin gələcək zaman formasını izah eləyəcəyik. Deməli, to be'nin gələcək zaman forması iki yerə ayrılır. Shall be, will be. İndi onların işlənmə formasına baxırıq. Birinci şəxsin təkində və cəmində shall işlənir. I shall, we shall. Amma əslində bu qrammatik qaydada shall be'nin işlənməsi var. Amma biz bütün şəxslərdə I, you, she, he, it, we, you, they bunlarda hamısında will be işlədə bilərik. Danışıqda hamısında will be işlətmək yanlış deyil. Amma qrammatik qaydada olduğu kimi iki yerə ayrılır. Shall be, will be. Shall be I və we ilə işlənir. Qalan şəxslərdə isə will be işlənir. You will, she will, he will, it will, you will, they will. İndi gəlin bunları cümlə üzərində izah edək. I shall be a doctor. You will be a teacher. Mən həkim olacağam. Sən müəllim olacaqsan. İndi inkar forması. İnkar formasındaysa bu şəxs formasından sonra not hissəciyi artırılır. I shall not be a doctor. Mən həkim olmayacağam. You will not be a teacher. Sən müəllim olmayacaqsan. İndi sual forması. Sual formasındaysa shall, will subjectdən, yəni mübtədadan önə keçir. Shall I be a doctor? Mən həkim olacağam. Will you be a teacher? Sən müəllim olacaqsan. İndi burada cümlələr var. Bu cümlələri qururuq. O məktəbdə olacaq. O, she, yaxud da ki, he will be at school. Burada at dadə deməkdir. She or he will be at school. O məktəbdə olacaq. Biz sabah Bakıda olacağıq. We shall yaxud da ki will be in Baku sabah tomorrow. Onlar burada olacaqlar. They will be here. Bu qədər.